Paytaxtın Yasamal rayonunda Kubinka adlanan ərazidə 5 küçəni əhatə eləyən fərdi evlər sökülərək yerində yaşayış kompleksi inşa edilir. Prosesə bir neçə ildir başlanılıb. Ərazidə yaşayan 250 ailədən 230-u bu ilə kimi tikinti aparan MTK ilə qarşılıqlı müqavilə bağlasa da 20 ailə tikinti şirkəti ilə razılaşmır. Daha ətraflı Rəşad Vəkiloğlu danışacaq. Ərazidə evlərinin sökülməsinə razılaşmayıb, Erer Construction Imperial Residence evlərinin sökülməsinə razı olmayan ailələrin sayı 20-dir. Bu ailələrdən bəziləri gələcəkdə burada tikiləcək binadan hazır mənzil deyil, nağd kompensasiya, bəziləri isə nə pul, nə burada tikiləcək binalardan mənzil, yalnız tikinti şirkətindən evlərinin toxunulmazlığını istəyirlər. Tikinti şirkəti ilə illərdir razılığa gələ bilməyən sakinlərdən biri Ağacəfər İsmailzadə deyir ki, çarşıda evinin kvadratı 265 olduğu halda MTK tərəfindən onun evinin kvadratı az göstərilir. Razılığa gələ bilməyən tərəflər məhkəməyə üz tutublar. Mən çox istəmirəm. 4 dənə Xruşovka versin ya Stalinka, ya onun mənə pulunu versin. Pul nə qədər? Pul 600 min. Ağacəfər İsmailzadə bir neçə ildir ki, ərazidə aparılan söküntü işlərinin onun evini qəzalı vəziyyətə saldığını da iddia edir. Yalnız evinin kvadratının düzgün hesablanacağı və tələb etdiyi mənzillər veriləcəyi təqdirdə evinin söküləcəyinə razı olacağını deyir. 117-dir. 4 ailəyə onu verir. Elə 265-də mənim həyətimdir bu. Şəxsi mülkümdür mənim. Mən vərəsiyəm. Evimi ver, köçüm gedim. Evinin sökülməsinə razı olmayan sakinlərdən biri Fidan Süleymanın sözlərinə görəsə 4 ailənin qeydiyyatda olduğu evinin kvadratı qanuni sənədlərlə 363-dür. Bəs həqiqətən tikinti şirkəti Fidan Süleymanın mülkünün kvadratını az hesablayır? 4 ailə yaşayırıq, 3 evdə. Sahəmiz də 363 kvadratdır. Yəni bunlar nə edirlər? 120 kvadrat deyir, yazır. Gəl, mən sənə burada pul verə bilmirəm. Gəl, mən tikdiyim evdə də yaşa. Tərəflərin razılığa gələ bilməsinə görə şirkət və sakin məhkəməyə müraciət edib. Pis yaxşı istəyirsən, mən də dirəşməmişəm ki, yəni gəl mənim haqqımı ver. Mən çıxım, gedim həyət ev alım. Mənim mən fobiyam var. Mən yüksək binalarda yaşaya bilmərəm. Mənim evim super təmirlidir, yəni ki, özü bir qəzalı bir deyil idi. Yəni amma evin bir hissəsini artıq vurub. Evdə burada 2 otaqlı ev var idi, onun bir yarısı yoxdur. Deyirəm mənə toxunmasınlar, mən evimdə yaşayıram. Tikintini həyata keçirən Erer Construction MMC-dən bildirildi ki, bu günə kimi həmin ərazidə 240-a yaxın mülk sahibi ilə qarşılıqlı müqavilə bağlanılaraq ailələr kirayə mənzillərə çıxarılıb. Tikintisi davam edən kompleksdə həmin sakinlər evlərinin kvadratından 20% artıq olmaqla təmirli mənzillərlə təmin ediləcək. Razılaşmayan ailələr isə tikinti şirkətindən fantastik məbləğdə pul və dəfələrlə artıq kvadratda mənzil istəyənlərdir. Şirkətin bir yanaşması var ki, tərəflər arasında, ümumiyyətlə sakinlər arasında bərabərliyi qorumaq. 146 kvadrata şirkət olaraq biz ümumi sahəsi 166 kvadrat təşkil edən 2 ədəd mənzil təklif etmişik və eyni təkliflə də biz məhkəməyə müraciət eləmişik. Fidan Süleymanlı kupça paylı mülkiyyətdir. O kupça 4 nəfərə məxsus. 3 milyon 500 min tələb etdilər və onlar uzun müddət bu tərəflərin üzərində qaldı. Ən son biz mübahisəyə, yəni daha doğrusu o razılaşılmayan məqama ədalətli qiymət verilməsi üçün məhkəməyə müraciət elədik. Evinin kompensasiyası kimi 2 milyon manat istəyir. O ki qaldı, şikayətçi Ağacəfər İsmailzadənin şirkətlə bağlı iddialarına 900 min manat istəyib, daha sonra 750 min manata düşübdür. İndi siz deyirsinizsə 600 min manat, yenə deyirəm, 600 min manat belə çıxarışda 56 kvadrat faktik 91 kvadrata bazar qiymətinə adekvat deyil. Məhkəmənin qətnaməsinə 114 kvadratlıq mənzilin verilməsi qət edilmişdir. Məsələ ilə bağlı Yasamal rayon icra hakimiyyətindən mövqe öyrənə bilmədi. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.